Əvvəldən başlayayım kimsə. Ümumiyyətlə, nə sularımız, nə yağımız, çörəyimiz, qəbul etdiyimiz ətlər heç biri sağlam deyil. Təbii ki, mən dinləyirəm hər kəsi. Özüm qida üzrə də geniş araşdırmalar apardığıma görə su ilə bağlı marka adı çəkməyəcəm. Azərbaycanda satılan suların yalnız və yalnız ikisi içməyə yararlıdır. Qalanlarını heç bəylərimiz yəqin maşından istifadə edir. Heç maşında belə dökməyə yaramır ki, o qədər çox cozuluğu var. Bunu öz araşdırmalarınızı əsasən bildirirsiniz. Mən ona görə deyirəm ki, yəni aparmışam, onun ikisi hələ onlara nisbətən yaxşıdır. Araşdırma necə araşdırmadır? Təbii ki, bunu həm laborator üsullarla, həm də dediyimiz kimi cozuluğunu yoxlamaqla axtarırıq və eyni zamanda aidiyyatı qurumlara təhkim eləmişsinizmi? Təbii ki, aidiyyatı üzrə qurumlar monitorinqi aparır, mütəmadi olaraq ictimaiyyətə məlumatları göndərir. Bu istər suyladan olsun, istər çörəkdə və digərlərdə. Araşdırmalarınızın nəticəsindən aidiyyatı qurumlara göndərmişsinizmi? Göndərdikdən sonra təbii ki, əksəriyyəti qəbul olunmur, çünki onlar tərəfindən sertifikat alır. Amma məhz burada da göstərilir ki, cavab pul verib sertifikat alır. Bunu hər birimizdə sübut eləyə bilərik ki, bəzi insanlar var ki, deyir ki, mən suyu içəndən sonra elə bir ağırlıq hiss edirəm və yaxud da ki, elə bir ürəyim bulanır. O deməkdir ki, həmin suyun tərkibi təmiz deyil, sadəcə olaraq düzgün şəkildə qablaşdırılmayıb və eyni zamanda da həm klorlanıb, bütün vitamin və mineralı da öldürülüb. Hələ bu olsa belə yaxşıdır. Bəzən də heç bir emal prosesi keçmədən doldurulub satılır ki, bu da bir problemdir. Amma digər məsələyə gəldikdə isə bugünkü bu ürək tutmalarıdır, ürək damar xəstəlikləridir, müasir dövrümüzdə cavanlaşan ölümdür, xərçəng xəstəliyidir, eyni zamanda autizm, Down sindromlu xəstəliklərin sayının sürətlə çoxalması birinci növbədə qidadır. Nəyə görə qidadır? Çünki qidalarımızın tərkibi tamamilə sıradan çıxıb və eyni zamanda da dünyada güclü qüvvələr var ki, dərman şirkəti ilə qida şirkətləri var ki, bütün hər yerdə satılan, bunların başında bir adam durur və həmin qidalarla xəstəliyi yaymaqla digər xəstəliklərin də dərmanları satılır. Nəyə görə əvvəllər bu qədər autizmli, Down sindromlu xəstələr yox idi? Çünki yeni dəyişdirilmiş orqanizmli məhsullar yox idi. Həmin meyvə tərəvəzlərlə qidalanan gənclərdən dünyaya gələn uşaqların xromosom balansı pozulur. Çünki həmin qidalarla qidalanır. Və yaxud da biz deyirik ki, tütün çəkmə zərərli vərdişdir. Amma keçmiş illərdə nənə-babalar bəziləri tütündən istifadə edib, amma 80 yaşa qədər yaşayıb. Amma bugünkü siqaretlərin tərkibində minimum 100-dən çox kimyəvi maddə var. Və o siqareti çəkdikdə 4000-dən çox zəhərli maddə buraxır. Bu da tütün deyil. Və eyni zamanda da bu yağlara da aid eləyə bilərəm ki, su ilə bağlı olduğu kimi tütünlərlə də bağlı bir tədqiqatınız varmı? Ümumiyyətlə, bütün qida məhsullarından çalışdığımız qədər tədqiqat aparıq və eyni zamanda da zərərli vərdişlərin ən birincisi, ən zərərlisi, hətta narkotikdən belə zərərli olan tütünlə bağlı da çox böyük layihələrimiz var. Bundan həm araşdırma aparmışıq. Nəticələr təbii ki, təqdim etsək belə biz yenə əsasən maarifləndirmə tərəfinə yönəlirik. Çünki bunun hər biri üçün müvafiq qurumlar var. O monitorinqləri və yaxud satışına icazə verən qurumlar var ki, onların özlərinin səlahiyyətində olduğu üçün təbii ki, bizim tədqiqatlarımızı bəzən qəbul etməyə bilərlər. Amma fakt ortadadır ki, bugünkü o son vaxtlarda 3 gəncimiz dünyasını dəyişib. Bunun biri aşkar olundu ki, narkotikdəndir. Digərləri isə enerji içkisi adı altında, adı enerjidir. Amma insanların, demək olar ki, gənclərin əksəriyyəti düzgün qidalanmır, immun sistemi zəifdir və gün ərzində normal qidalanmadan birdən-birə həmin o zəhərli məhsulu içdikdə təbii ki, birdən-birə də ürək tutması başlayır. Məlumatları hardan almışsınız Məsəd xanım? Çox maraqlıdır, çünki biz belə məlumatları əldə edirik. Bizim qida təhlükəsizliyi hərəkatımızın 21 mindən çox üzvü var və təbii ki, müəyyən şikayətlər olduqda biz sosial şəbəkələrdə də paylaşırıq. Yəni sizin səsləndirdiyiniz iddialar bugünə qədər cəmiyyətə rəsmi olaraq açıqlanmayıb. Biz də bu məlumatı sizdən alırıq. Bu sizin iddialarınızı biz rəsmi... Görürsünüz, jurnalistimiz qulağına dedilər, jurnalist geri addım attı. İndi o birisi də nə edəcək? Efiri yarıda kəsəcək. Baxın, baxın. Uje bunun ipraf çıxartmaq istəyir, o çırıq jurnalist. Olaraq təbii ki, onu qəbul eləmirik. Təbii ki, mümkündür qəbul etməməyiniz, doğrudur. Ancaq yəni olanların yaxınları ilə biz əlaqə saxlayırıq və keçən aylarda da başqa bir gəncimiz ürək tutmasından vəfat etmişdi və göstərmişdi ki, mən gecə səhərə qədər işim var idi, görməliydim. 2 enerji içkisini bir dəfə içib, ondan sonra ürək tutmasından vəfat etmişdi və bunların hər biri təbii ki, statistikada göstərilməsə də, bəzən həkimimiz də çox gözəl qeyd elədi. Bəzən olur ki, ölüm səbəbini göstərirlər fərqli şəkildə və yaxud qida zəhərlənməsi heç vaxt tam dəqiqliklə göstərilmir ki, hansı qidadan zəhərlənib. Və yaxud bugün palma yağından bütün qidaların tərkibində görə bilərik. Şokoladların, peçenyələrin tərkibində, eyni zamanda trans yağlardır, margarinlər, orqanizmdə həzm olmur. Ümumiyyətlə də... Bu həzm olmayan qidalar da yekunda gəlib damar tıkanıqlığına gətirib çıxardır ki, biz aradan sonra müzakirəmizi davam etdirəcəyik. Davam etdirmədən axı balansa. Davam etdirməm daha. Çünki yayımı, ay qardaşlar, bu qida, mida, bu mağazinlər, marketlər, bu yağ, bütün istehsal edilən və ya qıraqdan gələn, bunun başında kim durur? Mehriban Əliyeva, İlham Əliyev. O televiziyalar ki var, bu müzakirə çıxdı, ortaya yayımı dayandırdılar. O televiziyalar kimindir? Hamısı İlham Əliyevin, Mehribanın, biri də şeyin, bacısı, Zərifə, nədir o, Sevilin, Leylanın.
Bölüşdürüblər də televiziyalar. Görürsünüzmü dəyərli həmvətənlər? Bunlar oğraşdılar, qançıqdılar bu rejim.